kiçik sahibkar nə edəcəyini bilmədiyinə görə çox vaxtı böyük brendləri və yaxud ümumiyyətlə hamının elədiyini təqlid etməyə çalışır. Bu da elə gətirir ona ki, biz bir-birini təkrarlayan TikTok tərzində trendləri görürük. Sosial media kiçik bizneslər üçün əslində inanılmaz imkanlar yaradır. Ən əsası odur ki, bazara giriş baryerini aşağı endirir və müştərilərlə birbaşa əlaqə qurmaq imkanı yaradır. Bu niyə əhəmiyyətlidir? Çünki ənənəvi marketinqdə bunu etmək üçün inanılmaz büdcələr tələb olunurdu və həmişə arada bir məlumatı ötürən bir vasitəçi var idi. Sosial mediada isə o birbaşa ünsiyyət mümkündür. Burada ən kritik element odur ki, sadəcə biznes müştəri ilə deyil, müştəri də geri bizneslə ünsiyyət qura bilir. Yəni iki tərəfli kommunikasiya fürsəti mövcuddur. Bu isə ənənəvi marketinq baxımından bir inqilabdır. Niyə? Çünki iki tərəfli kommunikasiyanın olduğu bir mühit münasibətin qurmağa imkan yaradır. Münasibət dedikdə biz nəyi nəzərdə tuturuq və əslində kiçik bizneslərin məqsədi elə sosial media vasitəsilə həmin o münasibəti qurmaqdır. Satmaq deyil də uzun müddətli və davamlılıq gətirəcək, yəni onların biznesinə davamlılıq gətirəcək münasibəti qurmaqdır. Belə təsəvvür edin, köhnədən bir kiçik bir internetdən öncə, sosial mediadan öncə bir kiçik bir dükan var idi, kiçik bir sahibkarın. Onun hədəf kütləsi, auditoriyası elə qonşuluqdan gələn müştərilər idi. Onları adətən adı ilə tanıyırdılar, onların tələbatlarını bilirdi həmin o sahibkar. Eyni modeli, eyni biznes modelini əslində biz sosial mediaya daşımağa çalışmalıyıq. Burada əgər biz deyiriksə ki, müştəri ilə ünsiyyət qurulmalıdırsa, yəni münasibət qurulmalıdırsa, belə bir sual yaranır. Necə sual yaranır təbii ki və münasibət qurmaq istəyiriksə, biz təbii ki, ilk öncə qarşımızdakı tanımalıyıq. Yəni bir sözlə hədəf kütləmizi müəyyən etməliyik. Hədəf kütlə necə müəyyən edilir? Hədəf kütləni anlamaq üçün bizim təklif etdiyimiz məhsulun kimin, hansı istehlakçının problemini çözdüyünü anlamalıyıq. Yəni mənim məhsulum kimə yararlıdır, kimə yararlı ola biləcək sualının cavabını axtarıb beləliklə onları təyin edirik. Bu qrup insan təyin edildikdən sonra isə həmin o insanların ehtiyacları, maraqları, dəyərləri təhlil edilməlidir. Bunu etmək üçün əslində bir çox vasitə mövcuddur. Amma çox yaxşı olar ki, biz burada hisslərimizə deyil, daha çox dataya əsaslanaq. Bunu ən bəsiti açar söz araşdırması üzərindən belə edilə biləcək bir araşdırmadır. Amma bir o qədər də açıq məlumat bazaları mövcuddur ki, burada statistik göstəricilər vasitəsilə bizə lazım olan hədəf kütlənin ehtiyaclarını, onları daha yaxşı tanıya bilərik. Həmin o potensial alıcıların dəyərləri müəyyən edildikdə artıq brendin kommunikasiyası onun ətrafında qurulmalıdır. Yəni insanlarla istədikləri dildə, eşitdiklərini deməyə məcburiyyətindəyik. Əslində iki tərəfli kommunikasiyada elə insan münasibətlərində olduğu kimi davamlılıq çox əhəmilidir və həmin münasibəti canlı tutmaq çox mühümdür. Beləliklə biz gəlirik belə bir tezisə ki, kommunikasiyanın effektiv olması üçün davamlı olaraq eyni mesajı vermək məcburiyyətindəyik. Bunu etdikdə özümüzə məxsus bir yöndə, şəkildə bunu edə bilsək, bu bizə çox böyük bir üstünlük verəcəkdir. Burada həm vizual üslub, həm kommunikasiya tərzi çox mühümdür. Davamlı olaraq eyni formada eyni mesajı vermək, yəni eyni dedikdə təbii ki, ümumiləşdirilmiş bir anlayışdır, çox mühümdür. Çünki artıq məlumat bolluğunda müştəri, potensial alıcı sizi gördükdə bunun məhz siz olduğunu bilməlidir. Təsəvvür edin ki, hər kəslə danışmaq istədiyi bir mühitdə biz rəqabət aparırıq. Hər kəs öz səsini eşitdirməyə çalışır. Sizin özünüzə məxsusluğunuz, özəlliyiniz olmadığı təqdirdə müştərinin də sizi seçmək üçün bir səbəbi olmamış olur. Beləliklə, həmin bu axının içində sizi gördükdə istər vizual elementlərlə, istər stilistika baxımından bunun məhz siz olduğunu görə bilməli, tanıya bilməlidir. Əslində elə kiçik sahibkarların ən çox elədiyi səhvlərdən biri də budur. Adətən səhvlərin, yəni ümumi səhvlərə baxdıqda təbii ki, strategiyasız yanaşmadır. Amma biz görürük ki, kiçik sahibkar nə edəcəyini bilmədiyinə görə çox vaxtı böyük brendləri və yaxud ümumiyyətlə hamının elədiyini təqlid etməyə çalışır. Bu da elə gətirir ona ki, biz bir-birini təkrarlayan TikTok tərzində trendləri görürük. Təbii ki, bu qısa vədəli görünürlüyü artdıra bilər, amma uzun vədədə bizim o istədiyimiz davamlı
nəticəni gətirməyəcəkdir. Yəni ki, biz müştərilərə bizi seçməkləri üçün səbəb verməliyik və bu sırf məhsula bağlı deyil. Bu müştərinin özünü bizə hər hansı bir formada yaxın hiss etməsindən söhbət gedir. Əslində belə bir kiçik bizneslərin belə bir üstünlüyü var ki, insanlar özlərini kiçik biznesə daha yaxın hesab edirlər və hətta kiçik bizneslərin həmin o dediyimiz münasibəti qurma ehtimalı çox daha yüksəkdir. Elə dünyada gördüyümüz trendlər də bunu isbatlayır. Etdiyiniz kommunikasiyanın effektivliyi təbii ki, konversiya və satışla da ölçülə bilər, amma sırf sosial media mühitində biz etdiyimiz işin nə qədər bizim brendimizə xidmət etdiyini anlamaq üçün müəyyən meyarlar təyin edə bilərik. Düzü, alqoritmlər davamlı olaraq dəyişir və həmin bizim uğurumuzu müəyyən edən meyarlar dəyişməkdədir. Lakin bugünkü gün metada xüsusilə bəyənmə sayı deyil, görüntüləmə sayı deyil, daha çox repost, yəni paylaşımların sayı əhəmiyyət daşıyır alqoritm üçün və bu bizim potensial olaraq daha böyük kütləyə çıxmaq imkanını yaradır. O zaman sual yaranır ki, hansı hallarda insanlar, istehlakçılar bizim məzmunu paylaşmağa meylli olurlar? İlk olaraq təbii ki, insanlara müəyyən emosiyalar doğuranda, bu yəni müəyyən bir empatiya hissi qurulanda həmin o məzmunla. Emosiya dedikdə bu sırf xoş emosiya olmaq məcburiyyətində deyil. Bu qəzəb də ola bilər, təəccüb də ola bilər. Amma bununla bu təbii ki, kifayət deyil. İkinci və daha bu da aydın bir səbəbdir ki, bizim üçün yararlı olacaq, bizim dost tanışımız üçün yararlı olacaq məlumat olduğunda biz onu paylaşmağa meylli oluruq. Üçüncü və çox maraqlısı da odur ki, biz əslində brendin kommunikasiyası vasitəsilə bəzən özümüzü ifadə edirik. Yəni brend bir fikri, bir problemi elə gözəl izah edir, elə gözəl ifadə edir ki, biz onun vasitəsilə biz həmin o kommunikasiyaya qoşulur və onun vasitəsilə özümüzü də ifadə etmiş oluruq. Bu da bizim həmin o məzmunu paylaşma ehtimalımızı artdırır. Üstəlik biz artıq dünyada belə bir yeni cərəyan var. Anti-branding dedikləri bir cərəyandır. Bu daha səmimi, daha otentik dediyimiz məzmunların populyarlaşmasıdır. Hər şey mükəmməl göründüyü bir dünyada, bütün məhsulların belə ideal rakursla, ideal işıqla təqdim olunduğu bir dünyada səmimiyyət və gerçək rəsm insanlara çox daha xoş gəlir. Kiçik biznesin potensial müştərilərlə uzun müddətli münasibət qura bilməsi üçün hekayələr çox önəmlidir. Əslində insan mədəniyyəti var olduğundan bəri hekayələr üzərində qurulub, insanlar hekayələr vasitəsilə dünyanı dərk edir, məlumatı daha yaxşı qavrayır, özünün bu dünyada bir yerini tapır. Beləliklə hekayə formatı bizə çox tanışdır, uşaqlıqdan çox tanış bir formatdır. Hekayə anlatmağın başqa bir üstünlüyü də odur ki, bir mövzunun başlanğıcı əgər bizi cəlb edibsə, böyük ehtimalla biz onun sonunu da bilmək istəyəcəyik və daha uzun müddət bizim marağımızı qoruyub saxlaya biləcək. Yəni kiçik sahibkar öz dəyərlərini, məhsulunu və müştərinin eşitmək istədiyi müəyyən qədər onu əyləndirən məlumatı bir hekayə formatında uzun vədəli, belə 1001 gecə nağılı tək müştəriyə, potensial alıcıya çatdıra bilsə, bu onun həmin o davamlılığı təmin edəcəkdir. Çox maraqlıdır ki, ənənəvi marketinqdən fərqli olaraq sosial mediada sırf satış fokuslu, sırf məhsul yönümlü marketinq daha az effektiv olur. Düzdür, müəyyən bir büdcə xərcləyəndə kiçik sahibkar da düşünür ki, elə mesajımı çatdırım, birbaşa məhsulumu təqdim edim və pul qazanım. Bu çox təbiidir. Lakin biz anlamalıyıq ki, bizə geri dönən və davamlı olaraq bizi izləyən kütləyə ehtiyacımız var. Ona görə sadəcə məhsul fokuslu deyil, müştərinin yəni güvənini qazandıra biləcək məzmunlara da fokuslamaq. Yəni biz də müştəriyə yararlı olmalıyıq. Sadəcə bizim məhsulumuz deyil, bizim dediklərimiz, bizim söhbətimiz bir sözlə onlara xoş olmalıdır. Yəni bugünkü istehlakçı mədəniyyətində biz brendlərdən sadəcə məhsul almırıq, biz onlarla münasibət qururuq. Onların vasitəsilə özümüzü ifadə edirik. Bu əslində bizim seçimlərimiz, yəni seçdiyimiz məhsullarla öz kimliyimizi təyin edirik. Bunu anlayaraq biz yola çıxsaq, o zaman daha özəl, daha yaxşı düşünülmüş bir kommunikasiya strategiyası yarada bilərik və ola bilsin ki, ilk başlarda o qədər effektiv olmasın. Lakin burada siz getdiyiniz yoldan dönmədiyiniz təqdirdə, davamlı olaraq həmən bu strategiya əsasən ünsiyyət qurduğunuz təqdirdə öz auditoriyanızı tapa biləcəyinizə inanıram. Və beləliklə
həmin o dediyimiz uzun vədəli, səmərəli və böyük ehtimalla da müəyyən dərəcədə mədəniyyət üçün dəyəri olan bir məhsul ortaya çıxarda biləcəksiniz. Həmin o özünə məxsusluğu öz auditoriyanıza çatdıra bilmək üçün təbii ki, ilkin olaraq biz diqqət cəlb etmək məcburiyyətindəyik. Çünki bizim rəqabət apardığımız valyuta elə diqqətdir. İlk demək biz diqqəti cəlb etməyi bacarmalı, daha sonra həmin o diqqəti saxlamağı və mümkünsə eyni mesajı verərək, yəni təkrar eyni mesajı verərək yadda qalmalıyıq həmin o mesajla. Belə olduğu təqdirdə biz artıq həmin dediyimiz o axının, hər kəsin diqqətinin çox dağınıq olduğu bir dövrdə sırf bizim biz olduğumuza görə tanıyacaqlar, biləcəklər. Və insanların brend seçərkən çox mühüm bir amil var. Onlara tanış gələn, doğma gələni seçmə ehtimalı artır. Yəni biz bir marketə daxil olduğumuzda qarşımızda bir 5 məhsul olsa, sırf qablaşdırması tanış olanı əlimiz gedir. Niyə? Çünki biz onu daha öncə daha çox yerdə görmüşük. Eyni şey də təbii ki, sosial mediada kiçik sahibkarlar üçün keçərlidir. Sizi tanımaqları, sizin onların yadlarında qalmağınız sizin məhsulunuzun satışını da təmin edəcəkdir.